Salam dostlar. Günləriniz xoş keçsin dostlar. Dostlar, sizə bu günləri bir neçə kitab barəsində danışmaq istəyirəm. Ola bilər ki, hansısa kitab sevərlər bu kitabdan da yəni ki, xəbərdar olduqdan sonra bu kitabı axtarışına çıxsın və ondan bəhrələnsin. Bu da ola bilər dostlar. Və onu öz kitabımdan da əlaqələndirim ki, bu da bəlkə oxucuya çata bilər. Ehtimal həmişə var. Və sevimlilərimə bir neçə şeir də seçmişəm dostlar. Allah da istəyirəm, kiçik bir poetik ziyafət olaraq sizlə bölüşüm. Deməli dostlar, nədir? Hansı kitabdır bu? Bu, məndə belə bir kitab var dostlar. Hətta mən deyərdim ki, mənim çox sevdiyim bir kitabdır bu, fəlsəfə barədə. Bu bizim mərhum filosofumuz, professorumuz Niyazi Mehdi bəyin öz həyat yoldaşı ilə Dilarə Mehdi xanımla birlikdə yazdığı kitabdır dostlar. Fəlsəfə tarixində fəlsəfə, nə və necə deyilənlər haqqında kitab. Bu çox qəşəng bir kitabdır dostlar, çox qəşəng bir kitabdır. Deməli, fəlsəfə üzrə dərs vəsaiti şəklində yazılıb. Amma indi bir neçə təsəvvürümü, təəssüratımı bölüşmək istəyəcəyim bu kitabla bağlı dostlar, baxa bilərsiniz. Bu mənim bir neçə dəfə oxuduğum və zövqlə oxuduğum bir kitabdır və mənə də çox şey öyrətmiş bir kitabdır. Üstəlik, bizim dilimizdə, yəni ki, birbaşa şəkildə, birbaşa formada, bizim dilimizdə qələmə alınmış bir fəlsəfi kitabı olaraq da mən düşünürəm ki, xüsusi bir əhəmiyyəti var. Çünki biri var, biz hansısa fəlsəfə dərsliklərini, hansısa filosofların öz kitablarını tərcümə olunmuş variantda oxuyuruq. Biri də var ki, bizim öz professorumuz fəlsəfədən bir kitab yazır. Fəlsəfə tarixində fəlsəfədən bir kitab yazır və onu özünə məxsus şəkildə yazır. Yəni Niyazi Mehdi bəyin buradakı kitab, bu kitabdakı yəni bu mətnləri, fəlsəfi mətnləri özünə məxsus formada təcəssüm edib. Yəni, Niyazi bəy bütün o bilgilərini əxz eləyib, dünya fəlsəfəsindən öyrəndiklərini, tədris etdiklərini əxz eləyib, onları müəyyən bir modelə çevirib və sonra bu kitabda özünə məxsus üslubu ilə ifadə edib ki, bu barədə danışmışıq zaten. Artıq bu kitabı müstəsnalaşdırır dostlar. Mən bu kitab haqqında əslində çoxdan danışmaq istəyirdim. Zaten zamanla başqa bizim fəlsəfə mütəxəssislərinin də ərsəyə gətirdiyi kitablardan, bizim mütəfəkkirlərimizin də, filosoflarımızın ərsəyə kitablardan danışmışam müəyyən zamanlarda. Amma bu kitabı mən bu yaxınlarda yenidən müəyyən buradakı məqalələri oxudum və düşündüm ki, bu da oxucular üçün əhəmiyyətli ola bilər. Şəxsən bu mənim çox xoşuma gələn bir kitabdır. Buradakı əlbəttə o bir çox məqamlar var ki, mən onlara tənqidi süzgəcdən keçirərək oxuyuram. Amma bu kitabın müstəsnalığı ondan ibarətdir ki, birincisi, o vurguladığım məqamı biraz dərinləşdirsən, bizim öz filosofumuzun, bizim öz, necə deyərlər, müəllimimizin, fəlsəfə müəllimimizin o əxz edərək, sonra öz dilimizdə, necə deyərlər, öz sintaksisimizlə, belə deyə bilərik ki, öz o dilimizlə, öz dilimizin, necə deyərlər,
dilimiz üzərindəki birbaşa hökmlər, şimdi belə deyə bilərik, qələmə alındığı üçün müstəsnadır, fərqlidir. Yəni biri var ki, mən oxuyuram məsələn xarici bir müəllifi, çox gözəl, onu da oxuya bilərəm, onu da fəlsəfi baxışını oxuya bilərəm. Amma Niyazi bəy burada onu özünə məxsus formada ifadə edib. Dolayısıyla Niyazi Mehdi bəyin o öz varlığındakı o belə oynağanlıq, bilgəlik, öz varlığındakı o inam, fəlsəfəyə inam, öz varlığındakı öyrətmə meyli, öyrətmə həsrəti, aydınlatma təmayülü bu kitabda özünü göstərir dostlar. Və bu kitabı da məsələn başdan ayağa oxuyan insan, bəli, fəlsəfə barədə lazımi təsəvvürlər əldə edəcək. Üstəlik burada Niyazi bəy elə bil ki, həm də müxtəlif cür filosofların, məsələn, Sakrat, Konfutsi, Epikür, Buddizm, şərqdən və qərbdən müxtəlif cür filosoflar, fəlsəfə məktəblərdəki o xassələr barədə danışıb dostlar. Bu şəxsən mənə çox ləzzət eləmişdi. Kantın fəlsəfəsini, məsələn, estetikasını mən Kantın öz kitabını oxumadan əvvəl, Kantın birbaşa öz kitabını oxumadan əvvəl, məsələn, Niyazi Mehdi bəyin bu kitabındakı Kant fəlsəfəsi ilə bağlı o söhbətlər mənə çox aydınladıcı idi və belə əxs eləmişdim. Artıq məndə Kantın öz mətnlərinə keçməzdən əvvəl model artıq formalaşmışdı. Yəni, Niyazi bəy bunu bacarmışdı və mən özüm də çox şad olmuşdum ki, o Kantı artıq baxışlarını əxs elədiyim üçün. Niyazi bəyin vasitəsilə, onun aydın üslubu ilə. Yəni, bu kitabda yetərincə aydındır üslub, dostlar. Yetərincə aydındır üslub. Yetərincə bilgilidir, bilgili kitabdır, bilgi ilə bol kitabdır. Yetərincə, belə deyim, Niyazi bəy burada elə bil ki, o fəlsəfələrin təməl o ideyalarını seçərək verməyi bacarıb və xanımı ilə birlikdə. Belə dostlar, yəni ki, bu kitabı da istəsəniz, əgər satışda varsa, istəyənlər əldə edə bilərlər. Mən tövsiyə edərdim. Çox dəyərli bir kitabdır bizim dilimizdə. Şəxsən mənim də zaman-zaman 2-3 dəfə oxumuşam. 2 dəfə, 3 dəfə oxumuşam. Amma zaman-zaman yenə də bu kitaba qayıtmağı mən özüm üçün uyğun bilirəm. Həm dil baxımından, yəni dil baxımından həm dil baxımından, həm qoyduğu problemlər baxımından çox keyfiyyətli, əla bir mənbə hesab oluna bilər dostlar. İstəyənlər oxusunlar. Məsələn, burada mənim də çox sevdiyim filosoflar haqqında var. Məsələn, Schopenhauer haqqında var. Məsələn, Nietzsche fəlsəfəsinə hansısa dərəcədə toxunulub. Düzdür, biraz tənqidi yanaşmalarım oldu ki, Marksdan biraz çox yazıb. O biraz mənim, necə deyərlər, zövqüma uyğun gəlmədi. Amma yenə də Marksizmi də anlamaq baxımından o da kömək oldu mənə. Amma biraz, belə deyək də, o baxımdan biraz düşündüm ki, çox yazıb mənə deyərlər. Yəni, Marksa çox yer ayırıb. Məsələn, Nietzsche'yə daha az yer ayırıb, amma Marksa çox yer ayırıb. İstəyərdim ki, Nietzsche'yə daha çox yer alsın, nəinki Marksa. Çünki Nietzsche gerçək bir təfəkkürdür. Marks isə filosofdur. Yəni, Marks mənə belə başqa bir tipdir. Bəlkə mən də bilmirəm. Yəni, Marks başqa tipdir. Yəni, o mütəfəkkirdir Marks. Məncə yox. Məncə Marks başqa bir tipdir. Mütəfəkkir deyil. Çünki mütəfəkkirlik, zaten bunu toxunmuşum. Ya bəlkə mənə görə belədir dostlar. Mənə görə belədir. Tipdir. İnsan tipidir. Məsələn ki, Sokrat mütəfəkkir tipidir. Sokrat mütəfəkkir. Yəni, ümumi həyatın problemlərini
həyatın ümumi problemlərini mənəviyyatı mövzuya çevirən, həyatın ümumi problemlərini mövzuya çevirən, insan təbiətini mövzuya çevirən və bunu azada şəkildə, qanlı canlı şəkildə təfəkkür edərək belə həyata keçirdən təbiət kimi və yaxud bir xalis şair necə olar? Məsələn, xalis şairdə belə birbaşa həyata dair, həyatın o səhnələrinə, hadisələrinə, olaylarına dair təsəvvürləri belə birbaşa yolla intuitiv belə hiss edər, qavrayar, sonra onu sənətə çevirər. Bax, bu şəkildə. Bu şəkildə. Yəni Nietzsche məsələn, bax, həqiqətən mütəfəkkirdir. Chopin haqqında yazıb yetərincə mütəfəkkirdir. Kant bəli. Kantda da yəni o mütəfəkkirlik əlbəttə əsaslı şəkildə var. Düzdür, o biraz həm də akademizm şəklində də fəlsəfəni akademik çərçivələrdə də o qurmağa çalışıb. Bəli, bu da bir xidmət sayıla bilər. Və yaxud da Sakrat haqqında burada yazıb. Məsələn, bunlar mütəfəkkirlərdirlər. Məsələn, Epikür. Məsələn, Buddanın özü təlim yaradıb da, yəni həm də mütəfəkkir hesab oluna bilər. Yəni, məsələn, sufizmin özü məsələn, mütəfəkkirlər idilər, sufilər. Onlar da mütəfəkkir idilər əslində. Dinlə bağlı mütəfəkkirlər və ya ilahliklə bağlı mütəfəkkirlər idilər. Məsələn, bu baxımdan bəli, Plotin mütəfəkkirdir, bəli. Sonra, məsəl üçün, Hegel var bu dostlar. Bax, Hegel fəlsəfəsinə giriş üçün, Hegel fəlsəfəsi ilə tanış olmaq üçün çox əla mənbələrdən biridir. Niyazi bəy burada Hegel fəlsəfəsinə yetərincə bölüm ayırıb dostlar. Hegel fəlsəfəsini tanış olmaq istəyən, məsələn, bu kitabı da o cümlədən oxuya bilər dostlar. Belə, yaxşı kitabdır. Bu yaxınlarda yenə də müəyyən məqalələrə baxdım burada və düşündüm ki, barəsində danışmaq olar dostlar. İstəyənlər əldə edə bilərlər. Mən tövsiyə edirəm. Çox qəşəng kitabdır. Çox qəşəng kitabdır. Və əlbəttə ki, mənim də kitabımı əldə edə bilərsiniz dostlar. Çox məmnun olaram. Bu Kitab Evin mağazasında əldə edilə bilər. Zaten bitdikcə mən ora verəcəyəm dostlar. Kitab Evin mağazası var 28 may metrosunun yaxınlığında. Oradan soruşsuz elə istəyirsiniz. 28 may metrosundan çıxdınız. Sol tərəfə baxarsınız, uzaqdan görəcəksiniz. Orada mağazalar şəbəkəsi var. Orada bu kitab olmalıdır. Başqa kitablarda soruşa bilərsiniz. Mənim əsəriyyət etdiyim kitablarda soruşa bilərsiniz dostlar. Bu, yaxşı, bu nədir? Bu da belədir dostlar. Yəni, məsəl üçün, mütəfəkkirdir. Mütəfəkkir, şairanə, təbiətə malik bir mütəfəkkirin qələmə aldığı burada hekayətlər var dostlar, düşüncələr var. Ədəbiyyatla həyat fəlsəfəsinin o qovuşmasından əmələ gələn fəlsəfi hekayətlər, parodiyalar var dostlar burada. Bu mənim yaratdığım bir personajdır. Yəni ki, bir qəhrəmandır, belə deyək. Bu bir bilgə pəhləvandır və bu bilgə pəhləvan bir aləm qurub, poeziya və fəlsəfə, həyat fəlsəfəsinə bağlı bir aləm qurub və burada onun söhbətlərinə giriş var. Bu onun söhbətlərinin bir bölümüdür dostlar. Fəqət bu kitabı da mənzərə və düşüncə kitabı ilə birlikdə əgər əldə edərsinizsə, siz üçün daha aydın və anlaşılı olacaq. Çünki bu kitab mənzərə və düşüncə kitabını tamamlayır dostlar. Onu da tamamlayır. İki kitabın ikisi də birlikdə əldə edilərsə daha əla olar. Çünki onu tamamlayan bir kitabdır. Amma ayrıca da oxuna bilər. Bəli, mövzularda müəyyən mürəkkəblik ola bilər. Amma bu zaman oxucunun səylərinə bağlıdır, zamana bağlıdır. O zamanla, deyək ki, birinci oxunuşda müəyyən hissələri qəbul edəcək, qavrayacaq. İkinci oxunuşda daha dərin hissələri qavrayacaq, oxuyacaq. Üçüncü oxunuşda daha dərin hissələri qavrayıb oxuyacaq dostlar. Və
Bu da o mənəvi fəaliyyətin təkmilləşməsinə, qorunub saxlanmasına, yaradıcı ziyaların qorunub saxlanmasına və bu şövqün oxucular tərəfindən hiss edilməsinə, duyulmasına verilən kiçik bir töhfə hesab oluna bilər, dostlar. Mövzusunu demişdim. Mövzusu nədir? Bizim Bilge Pəhləvanımızın sevgiləri haqqında söhbət edirəm. Bilge Pəhləvanımızın nəyə sevgisi var? Onun idmana sevgisi var, onun ədəbiyyata sevgisi var, onun təbiətşünaslığa sevgisi var, onun fəlsəfəyə sevgisi var, onun təbiət gözəlliklərinə sevgisi var, qadın gözəlliklərinə sevgisi var. Bütün bu xassələr bu kitabda hamısı var. Yəni, dolayısıyla kitabın əsas mövzusu sevgidir, dostlar. Fəqət bu, o harmanlanmış şəkildədir. Yəni, bütün bunlar müəyyən başqa o keçidlərlə də, başqa məqamlara, başqa xassələrə, başqa aspektlərə, insan həyatının, insan qavrayışının, insan hissiyatının o digər aspektlərinə də keçidlərlə birlikdə harmanlanmış vəziyyətdədir, dostlar. Belə, yəni yaxşı oxucular üçün bu şövq qaynağı ola bilər. Şövq qaynağı ola bilər, dostlar, bu kitab. İstəyənlər əldə edə bilərlər. Amma bu mənim yaratdığım qəhrəmanın aləmidir. Dolayısıyla kitabdakı əlbəttə zəif tərəflər, güclü tərəflər ola bilər və o zəif tərəflər, güclü tərəflər əsas etibarilə mənim Bilge Pəhləvanımın zəif və güclü tərəfləridir, dostlar. Əlbəttə ki, tənqidə açıqdır, tənqid olma bilər. Yetər ki, bu tənqid necə deyirlər, mənim fəaliyyətimi yaxşılaşdırmağa töhfə versin. Həm şəxsiyyətimi, həm fəaliyyətimi yaxşılaşdırmağa töhfə versin, dostlar. Belə həm kitablardan danışdıq. İndi zaman-zaman zaten mən bu kitabdan danışacağım, dostlar, ki, oxuculara çatsa və onlar əldə eləsinlər kitabı, dostlar. Sonra deməli, sizlə bir neçə də demişdim, şeir seçmişəm. İndi məsələn şərait yanında çəkməyə istəyirəm, bir video çəkim. Və bu videonu çəkərkən sevimlilərimə bir neçə şeir də oxumaq istəyirəm, dostlar. Həm də ustadları xatırlamaq baxımındadır, dostlar, bu. Ustadları xatırlamaq baxımındadır. Kimdəndir şeirlər, dostlar? Biri, məsəl üçün, Lermontovdandır, dostlar. Və ikisi. İkisini mi oxuyum, birini mi oxuyum? Nə deyirsiniz, dostlar? Birini sonraya mı saxlayım, yoxsa ikisini də oxuyum? Nə deyirsiniz, dostlar? Nə məsləhət verirsiniz? Səsizi eşitmirəm. İstəyərəm səsizi eşidim. Səsizi eşitmirəm. Gəlin, dostlar, ikisini də oxuyacağım siz üçün, dostlar. Yaxşı. Birindəki sevgiyə, insani sevgiyə fokuslanmağımızı istəyirəm, dostlar, Lermontovdan. Gəlin təsəvvür eləyək ki, bir anlıq, bax, deyək ki, bizi, gəlin bir anlıq, belə nəzəri olaraq, xəyal olaraq təsəvvür eləyək. Deyək ki, ilk dəfə doğulmusan, dünyadasan, bizim digər əyləncə vasitələrimiz hələ ki yoxdur, bizlə yoxdur. Yəni, məsələn üçün, televiziya yoxdur, məsələn üçün, internet yoxdur, məsələn üçün, başqa əyləncə məkanlarımız yoxdur. Və sənsən və bir də bir kitabdır. Yəni, bu kitab kağızın üzərində həkk olunubda kitabdakı söhbətlər. Bu kitabdır. Gəl o ilk dəfə sən dünyaya gəlmirsən, belə yetkin şəkildə doğulmusan və əlbəttə bu kitab keçir
Gəlin biz diqqət eləyək ki, bu kitab bizdə ilk dəfə oxunuşda necə bir dalğa açır. Kitabdakı bu şeir necə bir dalğa aça bilər bizdə? Gəlin bunu düşünək. Yəni bir anda bizim zehnimizdə bir hissiyat, duyğu, qavrayış dalğası açacaq. Gəlin cəhd eləyək bunu. Yəni məsələn, təsəvvür edək ki, bizim zehnimizdə hələ ki heç nə yoxdur da. İndi biz bir hərfləri bilirik, sözləri bilirik, bəli, yəni belə deyək də, oxuyub yazmağı bilirik və əlimizə bu kitab keçir. Və yaxud dünyanın elə bir yerindəyik ki, məsələn, deyək ki, ucqar bir kənddəsən, ucqar bir meşəlikdəki bir regiondasan, orada bir ev var. Orada sən bunlardan uzaqsan, deyək ki, əyləncə məkanlarından uzaqsan. Amma nə edirik? Orada biz özümüz üçün əyləncə yaradırıq. Ədəbiyyatla bu əyləncəni yaradırıq, düzdür? Gəlin bu əyləncəni ədəbiyyatla yaradarkən bir şeir oxuyaq və bu şeirin bizdə hansı dalğalar açacağına baxaq. Bu dostlar bir nədir? Bir şeirdir. Şeirin məzmunu budur. Bir kəs, bir şəxs, gəlin belə deyək, həssas və düşüncəli bir şəxs bir rəsmə baxır, şəklə baxır, fotoya baxır. Fotoya baxır və ya rəsmə baxır və bu rəsmdə ona əziz olan bir insan var. Gəlin baxaq, gəlin belə deyək. Ona əziz olan bir insan var. Baxır və onun haqqında fikirləşir və onun özündə yaratdığı təəssüratlara fokuslanır. Bu məndə nə yaradır? Məndə nə yaradır? Bu rəsmdən mənə gələn təsəvvürlər nədir? Duyğular nədir? Düşüncələr nədir? Və bir şeir ortaya çıxır, dostlar. Bax. Oğlan uşağı tək qıvrımsaç və şən, kəpənəklər kimi bərbəzəklidir. Mənası olmayan bir kəlmə bəzən onun dodağında məna kəsb edir. Çox çəkmir, usanır xoşlandığından. Vərdiş etmək nədir? Bilmir dünyada. Deyirsən bir quşdur, uçacaq bu an, şahmar tək sürüşüb qaçacaq yada. Onun gənc alnında həm dərdin, qəmin, həm də ki şadlığın vardır izləri. Qəlbi bir ummandır, qaranlıq, dərin, aydın bir səmadır mavi gözləri. Bəzən rəmzi olur o həqiqətin, bəzən başdan başa kələkdir kələk. Çətindir işindən baş açmaq, çətin, amma mümkün deyil onu sevməmək. Nədir bu dostlar? Burada sevginin bir təzahürü var dostlar. Bax necə? Sənin üçün sevimli bir varlıq var, deyək ki, düzdür? Sən bu sevimli varlığa baxanda nə düşünürsən? Deyirsən ki, məsələn, o söhbət edir, düzdür? Adi bir söz deyir, xüsusi mənası olmayan bir söz deyir. Amma sən onu çox sevirsənsə, onun o adi kəlmələri belə xüsusi sən üçün məna kəsb edir. Belə deyək. Belə deyək. Düzdür, dostlar? Yəni, xüsusi mənası olmayan bir kəlmə onun dodağında məna kəsb eləməyə başlayır. Sevgidən. Sənin duyduğun sevgidən. Sonra bax, necədir? Onun varlığı necədir? Bir an, sanki o oynağandır. Bir an sanki sənin əlindən uça bilər, sürüşüb qaça bilər. Düzdür? Sonra məsələn, bax, o sevimli varlıq var. Deyək ki, sənin çox sevdiyin bir sevimli varlıq var. Bu sevimli varlığın alnında nə var? Onun da öz dərdi, qəmi var. O da öz daxili dünyasında dərd, qəm yaşayır, bildirməsə də. Düzdür ya yox? Və onun alnında sən o izi görürsən. Onun da dərdi, qəmi bildirmədiyi, hiss etdirmədiyi, gizli saxladığı dərd, qəmləri ola bilər. Düzdür?
Amma həm də şadlığın izləri var. Gənc alnında həm dərdin, qəmin, həm şadlığın izləri var. Amma həm də elə şad ola bilər ki, deyərsən ki, bundan dünyada xoşbəxtlik yoxdur. Düzdür? Qəlbi bir ummandır, deyir, qaranlıq, dərindir. Sən onun qəlbinə ensən, oradan necə xariqələr çıxarda bilərsən, necə gözlənilməzliklər çıxarda bilərsən. Sevdiyin kəsin qəlbinə ensən, onu tanımağa başlayarsan, düzdür? Onda elə sirlər görərsən ki, qəribə, belə mübhəm sirlər görərsən, düzdür? Amma gözlərinə baxarsansa, görərsən ki, aydın gözləri var. Sanki sənə belə yarar ki, bunun qəlbində, dərinliklərində belə xüsusi nəsə yoxdur, xüsusi yaşantı yoxdur. Çünki gözlərindən aydınlıq yağar. Amma əslindəsə bu aldadıcı ola bilər. Gözlərində aydınlıq var. Gözlərində belə necə deyərlər? Səma kimidir. Yəni sanki bu şadlıq yaşayıb həmişə. Amma halbuki o gözlərin alt qatları var. Alt qatları var. Orada isə qüssə ola bilər, kədər də ola bilər. Bəzi vaxtı elə söz deyər ki, elə bir mövqe sərgiləyər ki, elə bir hərəkətdə bulunar ki, deyərsən ki, bu həqiqətin özüdür. Bəzən də kələkbaz olar. Bəzən də başdan başa kələkbaz olar. Hiləgər olar, qurnaz olar, düzdür? O həqiqətpərəstliklə qurnazlığın, kələkbazlığın qarışığından ibarət olar. Ondan hələ baş açmazsan, görəsən necə insandır. Hələ baş açmazsan. Elə bilərsən ki, onu tanıyırsan, bilirsən, başa düşərsən ki, yox, tanıyıb bilmirsən. Orada bilinməyən, məmmalı, sirli məqamlar var onun varlığında. Amma bütün bunlara rəğmən, bütün bu çaşdırıcılıqlara rəğmən, bütün bu səni belə biraz müəyyən çətinliklərə salan məqamlara rəğmən, səni necə deyək, zaman hətta gərginləşdirən məqamlara rəğmən, sənə yaşatdığı, o sevdiyinin sənə yaşatdığı müəyyən istirablara rəğmən, müəyyən ağrı-acılara rəğmən, yenə də belə düşünərsən, onu sevməmək mümkün deyil. Düzdür? Nə olursa olsun, onu yenə də sevərsən. Bu barədə dostlar, bu şeir, bax, belə bir halın, duyğuların ifadəsi idi. Bədiyyata çevrilməsi idi dostlar. Yəni, bizim sevdiklərimiz bizi incitsələr də belə, biz onları yenə də sevərik. Düzdür, insan sevirsə, yenə də belə ya elə o sevgini özü ilə birgə daşıyır dostlar. Belə, bunu oxuduq. Bir dənə də oxuyacağım sizlə dostlar. Bax, indi bayaqki şeirin əvvəlində dedim, sən birinizdə də bunu götürəndə, bu səndə nə açır? Nə açdı? Dalğa açdı, düzdür? Bizim özümüzün, məsələn, Lermontov bizə kömək edir ki, burada bizim o sevmə halımız, sevən halımız, sevər halımızda necə dalğalar var əslində? Onu açır. Necə dalğalar var bizdə? O dalğalardan biri açılır. Sözlü təsəvvürə çevrilir. Sən sonra ona baxırsan, deyirsən, biz özümüzdə bu təsəvvürlə, Lermontovun varlığındakı bu sevgi vasitəsilə, bu təsəvvürü ilə, bədi təsəvvürü ilə, bu bədiyyata çevrilmiş intellektlə, özünü analiz edən intellekt sayəsində biz də özümüzdə bir duyğu kəşf edirik, düzdür? Sevgimizdə, sevmə təmayülümüzdə bir duyğu kəşf edirik. Bir dalğa kəşf edirik. Doğrudan da bizdəki duyğuya bu bənzəyir və demək ki, o duyğunun bir adı var. O duyğuya dair bir şeir var. Bu bizim bir həyat bilgisinə çevrilir dostlar.
Sonra həmən o təsəvvür bizdə həmən dalğanın da canlanmasına, açılmasına və canlanmasına, aktual qalmasına, canlı qalmasına töhfəsini verə bilər dostlar. İnsaniyyətimizin töhfəsini verə bilər, onun qorunmasına töhfəsini verə bilər. Belə. Sonra məsələn bir də var dostlar. Bunu saxlayım sonra. Yaxşı, bu da çox qəşəng şeydir. Bunu sonra oxuyaq. Yaxşı, bir dəfə də başqa bir dalğa açarıq. Yaxşımı dostlar? Bunu da oxudum. Yəni sizə bir neçə şeir də oxuyacağım dostlar. Məhsəti Gəncəvi xanımdan. Ustadları xatırlayacaq dostlar. Bayaq oxumuşdum bundan. Xoşuma gəlmişdi. İstəyirəm onu sizlə bölüşüm dostlar. Məhsəti Gəncəvi xanımın rübailərindəndir. Bu da çox belə passion, belə ehtiraslarla dolu rübailəri var Məhsəti Gəncəvi xanımın. Yanar rübailəri, sanki belə yanar bir qəlblə yazılıb. Onları istəyirəm sizin oxuyun dostlar, bax. Düzdür, biraz istirablıdır, sevgi istirablarıyla doludur. Yenə də ancaq dərin bir estetik həzz yaşatmağa qabildir. Qurudu dodağın, qurudu gözüm, o zalım oxuna mən necə dözüm? Eşqinin odunda su tək əridim, sonra öz suyumda qərq oldum özüm. Sənin bu sevgi oxuva mən necə dözüm deyir. Dodağım da qurudu, gözüm də qurudu. Sənin eşqimin odunda su tək əridim və bu suyun içində də qərq oldum. Suyun içində belə qərq oldum, əridim getdim. Necə deyim, eşqin nə cəfa verdi, sevgim mənə nə cəfa verdi, onu necə deyim? Hansı mənziləcən vəfa göstərdi? Gecə zülfün kimi uzun olaydı, deyərdim hicrində çəkdiyim dərdi. Mən belə başa düşürəm dostlar. Deyir, mənim sənin üçün çəkdiyim əzablar var ha. Kaş bir gecə olaydı, zülf kimi uzun olaydı, saç kimi uzun olaydı, sənin saçların kimi. Sənin hicrində çəkdiyim dərddən söhbət eləyərdim o gecələr boyunca. Mən sənə duyduğum eşqdən nələr çəkmişəm. Saçın kimi uzun bir gecədə o barədə söhbət eləyərdim. Bəlkə mənə mərhəmət göstərərdim. Bunu deyir. Bu halın ifadəsidir. Məncə. Ey dost, qəmlə keçir sənsiz hər gecəm. Yandırır yuxusuz gözlərimi nəm. Zülfün tək qarışar yuxularım da nərgizlərin kimi yuxuya getsəm. Sənin zülfün belə qarışaraq, saçların belə qarışaraq. Yuxularım da o zülflər kimi qarışar. Bu elə bil ki, hansı məqamdır? O qarabasma məqam, kabus məqamı ola bilər də bu qarabasma. Eşqdən səni belə gecələr yuxuların qarışa bilər. O sənə deyir ki, mənim o yuxularım qarışarkən bu mənim sevgilimin saçlarının qarışmasına bənzəyir, zülflərin qarışmasına bənzəyir. Belə bir məcaz var burada. Belə dostlar, bu ikisini görmüşdüm. Deyir ki, ömrüm fərağında qəmdir, kədərdir. Şadlıq ürəyimdə zərrə qədərdir.
Hicrində günləri sayıram gözəl, sənsiz keçən ömrüm puçdur, hədərdir. Sənsiz keçən ömür puçdur, hədərdir. Həsrətinlə günləri sayıram. Və sən yoxsan, mənim ürəyimdə şadlıq zərrə qədərdir. Sən olsan şadlığım xeyli artar. Zərrə ümmana çevrilər, amma sən yoxsan, şadlıq çox azdır, birazdır, zərrə qədər. Belə dostlar, bu qədər. Belə bir biraz əzablı, istirablı eşqanə şeirlərlə bitirdik söhbətimizi dostlar. Belə biraz da müəyyən qədər öz güclərimiz müqabilində bir poeziya aləmi də qurmağa çalışdıq dostlar. Həm də ustadları xatırladıq. Klassik şeirlərdən, klassik ədəbiyyatdan. Hələlik dostlar, özünüzdən müğayət olun. Və yeri gəlmişkən dostlar, bax yeri gəlmişkən, deyək, bu kitabda məsələn üçün mənə kimlərdən həm də yaxşı oxucular mütləq şəkildə bunu tutacaqlar dostlar, mütləq şəkildə tutacaqlar. Mən məsələn bu kitabdakı mətnlərdə bir neçə yerdə, yəni az sayılmayacaq qədər, məsələn üçün, bax Məsədi xanımın, bizim öz klassik ədəbiyyatımızdan, Məsədi xanımın, daha ziyadə Molla Pənah Vaqifin, daha ziyadə Nizami Gəncəvinin, belə deyəkdim, məndə açdığı o müəyyən dalğalardan çıxış eləyərək ərsəyə gələn məqamlar var dostlar. Bax, məsələn, bu kitabda, yaxşı oxucu hətta bu kitabda müəyyən qədər Məsədi xanımın da, Molla Pənahın da müəyyən təsirlərini görəcək. Yəni, öz-özlüyündən mənə göstərdiyi o təsirləri, məndə açdığı dalğaların meydana çıxartdığı təsirləri də mütləq görəcək dostlar. Yaxşı oxucular kitabı əldə edirlərsə, bu məqamlara diqqət eləsinlər. Hələlik dostlar, özünüzdən müğayət olun. Gecəniz xeyirli olsun. Bu aləmlərdən çıxıq. Sağ olun.